Heç düşünmüsən qlikozamin məhsulu profilaktik yoxsa bərpedici özəllik daşıyır? Ən çox verilən suallardan biridir ki, qlikozamin məhsulunu tək istifadə edərək oynaqlardakı olan ağrılar, oynaq arasındakı maye, vətərlər, bağların möhkəmliyini təmin etmək və yaxud problem artıq varsa onu tam aradan qaldırmaq mümkündürmü? Bugün sizə bu sualları cavablandıracağam. Deməli, qlikozamin məhsulunu tək istifadə edən şəxslər onun mahiyyətini başa düşməlidirlər ki, bu məhsul profilaktik qida əlavəsidir. Əgər siz qlikozamin məhsulunu tək şəkildə istifadə edirsinizsə, ciddi şiddətli ağrılarınız varsa, oynaqlar arasındakı mayenin keyfiyyəti tam azalıbsa, oynaqlarda sürtünmə varsa və probleminiz ciddi bir durumdadırsa və kalsium çatışmazlığı ilə bərabər bu problem yaranıbsa, qlikozamin məhsulunu tək istifadə edərək və yaxud bir qutu istifadə edərək fantastik nəticə əldə edə bilmərsiniz. Çünki bu məhsul qida əlavəsidir və dərman deyil, tərkibində kimyəvi vasitə yoxdur. Və bu qlikozamini digərlərindən fərqləndirən cəhət tərkibində həm özünün kollageni və az miqdarda da olsa kalsiumu olmasıdır. Bu məhsulu tək istifadə edən şəxslər mahiyyəti başa düşür ki, mən orqanizmamı qorumaq üçün bədənə müəyyən bir xammal göndərirəm. Yəni bu məhsulu istifadə edərək oynaqlarımı qoruyuram, oynaq arasındakı mayeni qoruyuram. Qoruyucu özəllik daşıyır. Probleminiz artıq yaranmış formadadırsa və onu geri qaytarmaq, bərpa etmək istəyirsinizsə, bu zaman artıq Tibet proqramı şəklində kursu istifadə etməlisiniz. Yəni artıq orqanizmanızda problemlər ciddiləşmiş durumdadırsa və yaxud o yolda gedirsə, siz artıq qlikozamin məhsulunu ya yüksək dozada çox istifadə etməlisiniz, ya da probleminizə uyğun şəkildə Tibet proqramını istifadə edərək 2 aylıq, 3 aylıq proqramı edərək normal nəticəni əldə edə bilərsiniz. Əgər siz də oynaq ağrılarından, diz ağrılarından, oynaqlar arası mayenin keyfiyyətinin azalmasından, sinir ağrılarından əziyyət çəkirsinizsə, mənimlə əlaqə saxlayıb probleminizə uyğun düzgün kursu əldə edib istifadə edə bilərsiniz və yaxud məlumat əldə edə bilərsiniz.